Pakistan və Hindistan arasında baş verə biləcək geniş miqyaslı müharibə təkcə Cənubi Asiya üçün deyil, Cənubi Qafqaz regionu və Azərbaycanın xarici siyasəti üçün də ciddi nəticələr doğura bilər. Azərbaycanın bu münaqişəyə münasibəti birbaşa milli maraqlar, regional geosiyasi balans, iqtisadi tərəfdaşlıq və ideoloji yaxınlıq üzərindən formalaşacaq. Azərbaycan və Pakistan müsəlman ölkəsidir və bu amil iki dövlət arasında qardaşlıq ruhunu gücləndirib. Pakistan Azərbaycanın ərazi bütövlüyünü ilk gündən tanıyıb və 2020-ci ildəki 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycana güclü siyasi dəstək verib. Pakistan Azərbaycanın hərbi tərəfdaşıdır. Pilotsuz uçuş aparatları, hərbi təlim və texnologiya sahəsində əməkdaşlıq son illərdə sürətlə inkişaf etməkdədir. 2024-cü ildə Pakistanın Azərbaycana J-17 Thunder döyüş təyyarələri satacağı xəbərləri hərbi tərəfdaşlıq istiqamətində münasibətlərin daha da dərinləşəcəyini göstərib. Rəsmi Bakı Pakistanın Cammu və Kəşmir məsələsində mövqeyini anlayışla qarşılayır və bu məsələdə neytral amma Pakistanın maraqlarına zidd olmayan siyasət yürüdür. Hindistan isə 2020-ci ildən bəri Ermənistana silah satışını artırıb. Artıq Hindistan Ermənistana Pinaka raket sistemləri, artilleriya qurğuları və pilotsuz uçuş aparatları texnologiyası tədarük edir. Bakı bu əməkdaşlığa narazılıqla yanaşır. Rəsmi bəyanatlar olmasa da Hindistan-Ermənistan yaxınlığı Azərbaycanda strateji narahatlıq doğurur. Azərbaycan müharibə başlayacağı təqdirdə birbaşa Hindistanla qarşı-qarşıya gəlməmək üçün balanslı, amma Pakistan yönümlü mövqe sərgiləyə bilər. Bu daha çox siyasi və diplomatik səviyyədə olacaq. Məsələn, Pakistanın təklif etdiyi BMT qətnamələrini və ya beynəlxalq tribunalarda İslamabadın mövqeyini dəstəkləmək formasında. Rəsmi Bakı həmçinin qoşulmama hərəkatının mexanizmlərindən istifadə imkanlarına baxa bilər. Azərbaycan bu təşkilatın üzvü kimi regionlararası dialoq və münaqişələrin diplomatik yolla həllini təşviq edə bilər. Hətta bu mövqeyin vasitəçiliyə çevrilməsi istiqamətində cəhdlərə də şahidlik edə bilərik, amma bu realda simvolik olacaq. Hindistan Azərbaycanın potensial enerji bazarlarından biridir. Tam tərəf tutmaq Azərbaycanın iqtisadi maraqlarına zidd ola bilər. Odur ki, Bakı ehtiyatla hərəkət etməyə çalışacaq. Qısaca Pakistan və Hindistan arasında müharibə başlayacağı halda Azərbaycan tam şəkildə Pakistanın yanında görünməsə də siyasi və mənəvi dəstəyini əsirgəməyəcək. Bu, Azərbaycanın müsəlman dünyasındakı mövqeyini möhkəmləndirəcək və Pakistanla strateji tərəfdaşlığını gücləndirəcək. Amma Hindistanla iqtisadi və diplomatik əlaqələri qorumaq üçün Bakı diqqətli və ehtiyatlı siyasət yürütməyə çalışacaq. Elə bu yerdə qeyd etmək istəyirəm ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa çağıran bəyanatla çıxış edib.